19 Mart 2025-ci il Bakı-Şamaxı Yevlax magistral avtomobil yolunun 123-cü kilometrliyi çala təmir işləri davam etdirilir. Hal-hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı rayonunda yerləşən 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC tərəfindən yolun hərəkət hissəsində olan çalalar asfalt qarşığı ilə doldurulur. On 19 Mart 2025-ci il Şamaxı rayon 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC tərəfindən Şamaxı şəhəri Nərimanov prospektində yolun hərəkət hissəsində olan çala aradan qaldırılır. Hal-hazırda cari təmir işləri görülür.